Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və acil fərəcəhum. Salam əziz izləyicilər. Xatırlayırsınızsa, dünən Tahir İmanov öz qardaşı Cabir İmanovun vida mərasimində jurnalistlərə uzaqlaşdırmışdı. Onları çəkilişə qadağan elədi və hətta mən halal eləmirəm ifadəsi işlətdi. Bu mövzunun deməli mahiyyəti arxasında olan əsas məsələ üzə çıxır. Sən deməli Tahir İmanov Vəhabi Əlixan Musayevə görə jurnalistləri oradan uzaqlaşdırıb və çəkilişi qadağan edib. Əslində Tahir və Cabir İmanov qardaşlarının Vəhabi olduğu əksəriyyətinə bəlli idi. Şəxsən mən özüm də bu qənaətdə idim ki, onlar Vəhabidilər. Ümumiyyətlə təkcə KVN komandasında təkcə bunlar yox, başqaları da Bəhram da bunlarla birlikdə, başqalarının da Vəhabi olması deməli əksəriyyətə bəllidir. Məlumdur ki, bu adamlar Vəhabidirlər. Amma məsələnin bu qədər deməli geniş vüsət alması və Vəhabilərin ölkədə, biz zaten Vəhabilərin ölkədə geniş meydan sulamasını haqqında dəfələrlə danışmışıq, amma bu qədərini gözləmirdik ki, yüksək çinli dövlət məmurları iştirak edən bir dəfn mərasimində Vəhabinin deməli gətirilib o cür sərbəst gəzməsi, o cür sərbəst meyit namazının qıldırılması və s. məsələləri bu həqiqətən də Azərbaycan üçün gözlənilməz bir hadisədir. Çünki bilirsiniz ki, dünənki dəfn mərasimində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev, bir çox deputatlar, bir çox rəsmi şəxslər iştirak ediblər. Belə bir vəziyyətdə deməli Əlixan Musayevin gəlib meyit namazı qıldırılması və Əbu Bəkir məscidindən Cabir İmanovun oradan deməli müəyyən o müsəlmana aid olan məsələləri orada həyata keçirdib və oradan da qəbirstanlığa aparılması ilə bağlı məsələ bu Tahir İmanovun dünənki jurnalistlərə qarşı etdiyi hərəkəti deməli hərəkətin izahıdır. Burada sual yaranır. Əlixan Musayev namaz qıla bilməzmi? Əlbəttə ki, Əlixan Musayev haqqında biraz mən deməli izləyicilərə məlumat vermək zorundayam. Əlixan Musayev o şəxsdir ki, Azərbaycanda minlərlə gənci düşüncəsini, əqidəsinin dəyişməsinə səbəbkar olub. Onları Vəhabi, yəni olmalarına birbaşa Əlixan Musayev deməli şərait yaradıb və məhz günahkarlardan biri də Əlixan Musayevdir. Sonra həmən şəxsləri Suriyada döyüşə göndərib ki, onların əksəriyyəti orada ölüblər və bir halda ki, Azərbaycan qanunlarına görə başqa ölkədə hər hansı bir müharibəyə qarışmaq Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət hesab olunur və bu gün elə Vəhabilərin bir qismi Azərbaycanda bu maddə ilə ittiham edilərək onlar məhkum ediliblər və həbsxanalardadılar. Amma buna baxmayaraq bu işi görən Əlixan Musayev, yəni Azərbaycan gənclərinin Suriyada döyüşməsini təşkil edən, onları deməli təhrik edən, onları həvəsləndirən və bəzi hallarda onları o döyüşlərə göndərən Əlixan Musayev yüksək çinli məmurların olduğu bir məclisdə meyit namazı qıldırır və çox rahatlıqla orada hərəkət edir. Bu əslində Vəhabiyyətin Azərbaycanla nə qədər nüfuz etməsini göstərir. Bu həqiqətən Azərbaycan üçün çox təhlükəli bir tendensiyadır. Biz Vəhabilərin Azərbaycanda geniş ayaq açması və bu Vəhabi kimi deməli bir cərəyanın, siyasi cərəyanın Azərbaycanda müəyyən qədər nüfuzları artandan sonra Azərbaycan dövləti üçün, xalqı üçün nə qədər təhlükəli ola biləcəyi haqqında biz dəfələrlə danışmışıq. Bu isə artıq təhlükənin deməli ayaq səsləridir. Bu gün əgər Əlixan Musayev
yüksək, özü sıradan biri yox, məhz Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olan tədbirdə əli qolunu sallayıb, rahat şəkildə gəlib meyid namazı qıldırırsa, bu artıq Azərbaycan cəmiyyəti üçün, Azərbaycan xalqı üçün, dövləti üçün çox ciddi təhlükənin ayaq səsləridir. Mən ümid edirəm ki, bundan sonra deməli həqiqətən Azərbaycan deməli xalqı, Azərbaycanlılar bu məsələlərə diqqət ayıracaqlar və Vəhhabiyyətin nə qədər təhlükəli olduğunu artıq anlamaq vaxtıdır, anlamalıdırlar insanlar. Əgər bu gün anlamırlarsa, sabah gec olacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.